Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Air India təyyarəsində yalnız bir sərnişin sağ qaldı. Təyyarədə fövqəladə çıxış qapısının arxasında əyləşən Ramesh Vishwaskumar Bucharvada qəza zamanı tullanaraq möcüzəvi şəkildə xilas olub. Uçuş havaya qalxdıqdan sonra cəmi bir neçə dəqiqə sonra Əhmədabad şəhərində yerləşən BG Tibb Kolleci yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 200-dən çox insan həyatını itirib. 38 yaşlı Ramesh Vishwaskumar Bucharvada bugün qəzaya uğrayan Air India'nın AI-171 nömrəli reysindəki 242 sərnişindən biri olub. O sağ qalan yeganə sərnişindir. Böyük Britaniya vətəndaşı olan Ramesh təyyarədə 11A nömrəli oturacaqda fövqəladə çıxış qapısının birbaşa arxasında əyləşib. Qəza anından dərhal sonra çəkilmiş videoda yaralı vəziyyətdə olan Rameshin ambulansa doğru yeridiyi görünür. Ətrafdakılar ondan digər sərnişinlərin taleyi ilə bağlı soruşurlar. O isə Gujarati dilində təyyarə partladı deyə cavab verir və əlavə edir. Onlar orada təyyarənin içərisində qalıblar. Əhmədabad polis komissarı G.S. Malik ANI xəbər agentliyinə açıqlamasında bildirib. Polis 11A nömrəli oturacaqda bir nəfərin sağ qaldığı müəyyən edib. Bu sərnişin hazırda xəstəxanadadır və müalicə olunur. Təəssüf ki, ölənlərin sayı ilə bağlı dəqiq məlumat verə bilmirik. Çünki təyyarə yaşayış məhəlləsinə düşüb və ölənlərin sayı arta bilər. Aeropa aviasiya platformasının məlumatına görə Air India məxsus Boeing 787 nömrə 8 Dreamliner tipli təyyarələrdə 11A oturacağı iqtisadi sinif kabininin ilk sırasıdır. Bu oturacaq təyyarənin sağ tərəfində, pəncərə kənarında qanadlardan 2 sıra öndə yerləşir və təcili çıxış qapısına çox yaxın sayılır.